Azərbaycan son zamanlar ən yüksək səviyyədə, birinci şəxs səviyyəsində deyək ki, biz artıq qeyri-neft sektoru deyilik, bizim başqa məhsullarımız var, ixraclarımız var, lap yaxşı biz bunu sevinirik. Amma Azərbaycan həm də əsasən neftdən, qazdan sonra nə ilə tanınır ən azı postsovet məkanında? Yəni öz tərəvəzi ilə, öz meyvələri ilə, öz güllərlə, məsələn biz pomidorumuzdan, yumurtamızdan, güllərimizdən tutaraq biz ixrac edirik. Sovetin vaxtında bunu ən azı Rusiya ixrac etmişik. Amma indi belə marketləri gəzəndə adam qiymətlərə baxanda, məsəl üçün pomidor ixrac edən ölkədə pomidorun kilosu 4 manat. Yəni buna nə ad vermək olar? Və yaxud da Rusiyanın yumurta böhranından qutaran ölkədə yumurta Rusiyadan daha bahadır qiyməti. Bu necə olur? Hələ mən demirəm neft satan ölkə benzini Gürcüstana daha ucuzuna satırıq, nəinki öz ölkəmizə. Yəni bu bilirsiniz nəyə oxşayır? İmkanlı bir adamdır, öz ailəsinə baxmır, amma kənardan cömert görsənə, bu pul xərcləyən olur. Halbuki ailəsi isə günorta yuxudan açdır. İndi bizim də dövlət ona bənzəyir. Biz kənardan cömertdik. Belarus bizdən nəsə istəyir, biz ona saat göndəririk, ona qaz, qurbandır. Gürcistan benzin, qurbandır. Rusiya yumurta, qurbandır. Yəni hamısı belə cömert olan kimi görsənirik belə. Amma daxildə özümüz, öz əhalimiz isə bahalıqdan, problemlərdən artıq birazdan başına hava gələcək. Yəni bu belə olmur. Yaxşı olan birinci, cömert olan birinci öz ailəsinə baxmalıdır. Sonra artıq kənardan o cömert deyə bilinməli. Yoxsa kənardan nə qədər cömert görünsə, axırda bilinəcək ki, onun ailəsi günorta yuxudan açdırır, onu artıq ona cömert kimi kənardan da baxmayacaqlar. Yəni biz də yaxşı oğlan olaq, yaxşı dövlət olaq, yaxşı hakimiyyət olaq, öz əhalimizə baxaq. Yəni olmaz belə. Benzin olan ölkədə benzinin qiyməti Gürcüstanda satdığımız, verdiyimiz benzindən baha olmamalıdır. Pomidorun qiyməti, yumurtanın qiyməti Rusiya satdığımız pomidordan, yumurtadan baha olmamalıdır. Eynən də digər məhsulun, zaten olsa qeyri-neft sektoru deyəndə çox az məhsul ixrac edilir, amma yenə də nə varsa birinci öz ailəmizə, öz xalqımıza, ailəmizə olar. Dövlətin ailəsi xalqıdır. Dövlət birinci xalqına baxmalı, sonra artıq başqa dövlətlərin yanında belə cömert olaraq görsənə bilər. Amma ailəsi artıq imtiyazlı şəkildə yaşayandan sonra və əsl cömertlik, əsl yaxşılıq budur.